Hər kəs salamlayıram. Dostlar, olmaz ki, yəni bir gün, yəni ya axşam, ya günorta elə axşam eləsəz hamısından gözəldir. Bax bu qidanı eləyəsiniz də bir gün cəmi. Başa düşdüm deyəcəksiniz ki, bu nədir? Bunun yerinə başqa bir şey. Yəni təsəvvür elə bir oruç tursan da, heç oruç tutmursan burada. Amma elə bil ki də bir niyyətin elə olsun da, bir axşama mən bunu salım. Gör səhər sən necə yuxudan oyanacaqsan. Yəni istər-istəməz bir maraq olmayanda insanda motivasiya olmur. Bir balaca maraq gələndə görürsən ki, yox, həqiqətən də elə insan istəyəndə hər şey nail olur. Gərək insanın ən pis vəziyyəti odur ki, insan gərək həvəsdən düşməsin, özünə yəni güvəni olmasın da, inamı olmasın. Sən bunu bir gün elə görəcəksən ki, xırda da olsa nəticə var. Səhər yuxudan necə rahat durursan. Ondan sonra çətinli reisin üstünə düşənə kimi də ondan sonra rahat gələcək. Əsas onu elə ginəndə, yəni yenə deyirəm ki, yeməyi bu cür, yəni böyütmə, şişirdmə. Hara gedirsən yeməyi, yəni qonaqlıq verirsən yeməyi, instituta girirsən yeməyi, maşın alırsan yeməyi. Belə bir şey olar. Bir dəfə olmaz ki, deyəsiniz ki, bir gün bir dənə gedək idman zalına, bir dənə deyək orada bir misal üçün də bir 40 dəqiqə idman eləyək. Lap zala getmə, elə belə bir yürüyüş elə. Ya da bir gün bir dənə fərqli bir şey bişirək, yəni pəhrizli, kalorisi az olan bir şey. Bunu eləmək olmaz ki, belə çətin deyil. Hara gedirik ancaq yemək də, bu qarındır da, bu yəni yarım saat, 1 saatdan sonra yəni başa düşdünüz də nədə, yəni nə olub çıxıb gedəcək. Ona görə nəyə lazımdır? Yəni yeməyi belə şişirtmə. Özünü qoru. Ancaq özünü qoru. Sağlamlığı qoruyandan sonra görəcəksən ki, həqiqətən də dəyər. İnsan bir balaca dişi ağrıyır, görürsən ki, qabağına kisə ilə pul da qoysan, heç onu yəni fərqləndirmək olmaz. Çünki can şirin şeydir. Bir daha söyləyirəm dostlar, çalışın nə yeyirsənsə ye, depo yaratma. Hər kəsə uğurlar.